Herkese salam kızlar, kanalıma hoş gelmişsiniz. Təzə bir vlog başlayır bacınız. Bugün standart olarak saat 10'da durmuşam. Hava süper, hem de ki özel gündür. Kardeşimin ad günüdür. Bugün mənim təzə körlərlə bir saç ukladkası eləyəcəyim markası Köyündüm. Instagramda sizin üçün video paylaşmışdım və əksər izləyicilərim Twix уже qorxur, feni görən kimi qorxur, bilir ki səs eləyir, bu səsdən də balam qorxur. Çəkdiyim videoda bu nasatka ilə ukladka eləmişdi, daha doğrusu buruqlar, amma bu dəfə prosto qurudacağım. Bunu sınamaq istəyirəm. Bu fen 6 nasatkadan ibarətdir gördüyünüz kimi və hamı bunun qiyməti ilə maraqlanır. Reylərdə bəzilərə cavab verdim, bəziləri isə qaldı. Ona görə burada deyirəm 585 manatdır deyəsən hal-hazırda. İmенно bu model və hal-hazırda bu endirimdədir. Amma əvvəl biraz baxımı eləmək istəyirəm. Buradakı bardaka bir dənə fikir verin. Burada mənim maskalarım var. Təzə maskalar da sifariş eləmək istəyirəm. Çünki cəmi 3 dənə qalıb. Gördüm ki, Temuda da var fərqli maskalar. Faberlic'in belə bir maskası qalıb və 2 dənə Garnier. Axşam inşallah vaxt olsa buranı da yığışdıracağım. Və burada keyslər də var. Bu keysi dəyişmək istəyirəm çünki biraz körlanıb. Ona görə bunu taxacağım bugün. Heç özüm də bilmirəm harda, amma bu keysi belə yandırmışam və belə səs eləyir. Videolar çəkərkən maraqlı səs gəlir. Bunun rəngi isə prosta wow'dur. Bunu taxacağım. Və təzə keyslər sifariş eləmək istəyirəm bu arada. Mən ümumiyyətlə əvvəllər telefonu dəyişmək istəyəndə istəyirdim 16 plus alım, rozovu. Sonra ətrafdakı insanlar hamısı mənə dedi ki, nə fərqi var telefon ümumiyyətlə hansı rəngdədir? Keysi dəyişirsən olur sənin üçün rozovu telefon. Parça maskalar ümumiyyətlə məndə baxımda bir ritual kimidir. Hal-hazırda istifadə elədiyim isə Faberlic markasına aiddir. Çox gözəl nəmləndirir. Qalıqlarını da əllərimə sürtürəm. Ekonomiya. Dünən qızlar köhnə iş yoldaşımdan çox gözəl xəbər eşitdim. 6 il bundan əvvəl Xırdalandan bir otaqlı ev almışdım. Daha doğrusu studiya idi, çox balaca bir mənzil idi və o mənə danışırdı ki, o vaxtlar mən təzə alanda hamı başladı məni qınamağa. Dedi ki, biri deyir ki, deşik boydadır, niyə inirsən 40 kvadrat? O biri dedi ki, Xırdalan çox uzaqdır şəhərdən, Allah bilir nə vaxt tikiləcək və s. Belə bir ev almaqdan isə gedib özünə maşın alardın. 1000 dənə söz eşitdi bir sözlü qız. Amma neynəsin, həmin vaxt yalnız ona gücü çatırdı və aldı. Və məncə elə yaxşı ki, heç kimə qulaq asmadı və bu addımı atdım. Bu yaxınlarda təsadüf mənim kanalımı görüb və görüb ki, mən də mənzil almışam və öz sevincini mənimlə bölüşmək istədi. Çünki o vaxtlar mən onu çox güclü podдержка edirdim. Deyirdim ki, yaxşı eləmisən, heç kimə qulaq asma. Olsun deşik boyda, zato sənin özünküdür. Və dünən mənə yazdı və sevinci ilə bölüşdü. Dedi ki, həmin mənzili satmışam. Bina уже tikilmişdi və təhvil verdiyinə görə baha satdım. Həmin pula isə şəhərin içindən təzə bir Novostroykaya pul yatdırdım. Və deyir ki, yavaş-yavaş da ödəyirəm. 3 ilə o da hazırdır, уже ora köçəcəm. Qızın heç 30 yaşı yoxdur, уже artıq özünə ev alıb. Ümumiyyətlə belə insanları görəndə çox sevinirəm və ilhamlanıram. Kimsə deyə bilər, əşin nə deyə bir otaqlı. Hal-hazırdakı maaşlara baxanda və bazar qiymətlərə baxanda mənzilləri bu çox böyük bir şeydir və çox şey özünə atqaz eləyərək o pulu yığdı, verdi və nəhayət ki, arzusuna çatdı. Bir sözlə qıza afərin. Fenin səsini eşidən ki, mandraja düşən Twix çalışır otaqdan çıxsın ki, bu fen də onu da yemədi. Ay, qorxdum. Ay da niyə qorxursan sən? Polisosdan da qorxur bu, bir də ki, fenden. Hələ ki, yay və dəhşətli istilər başlamayıb, şalvar geyinəcəm, cins. Bu çantamı götürdüm. Dokumentlər hamısı yerləşmədi. Təəssüf ki, çünki bankada gedəcəm. Ev üçün 1-2 dənə şey var, almalıyam. Ona görə mağazalarda gəzəcəyim. Gərək mən nə qədər açıqım varsa, nə qədər eynəyim varsa, hamısını dəhlizə qoyum. Çünki çıxarkən hər zaman yadımdan çıxır. Mənə əslində heç nə lazım deyil, amma kosmetik mağazalara girməsəm, ürəyim partlayar. Ona görə gedək. Burada Rossmandayam. Pastelin ənlikləri endirimsiz qiyməti 5 manatdır. Məncə super. Daha doğrusu belə endirimə düşüb 17 manata bu palet. Bu da bir dəli şeytan deyir ki, götür. Əslində bu rənglər mənə daha uyğundur. Belə bir şey də var.
Burberry'nin bu ətri çoxdan sınamaq istəyirəm. Bunun testeri yoxdur. Burada görürsən 100 milli deyir üstəki. Bəlkə alım. Burada tursarcı da var. Bunun ətri bilirəm məndə olub. Burada mənim sevdiyim maskino da var. Faynim 100 millidir deyəsən bu. Ən sevdiyim məhsullar son zamanlarda maskalardır. Mişan belə maskaları olduğundan xəbərsiz idim. Burada belə biri var. Belə almaq lazımdır bunlardan mütləq. Bu stəkanları qızlar çox bəyəndim. 10 manata idi. Nərbəki ilə birlikdə bir dənəsinin qiymətidir. Əslində mən mağazaya ümumiyyətlə başqa şeylər üçün girmişdim. Bu yaxınlarda çox güman ki biz rayona gedəcəyik. Ona görə biraz rayon üçün qab-qacaq almaq lazımdır. Oradakı evdəki qablar çox köhnədir. Ona görə almaq düşünürəm bu gün. Qab-qacaq alarkən ümumiyyətlə mama ilə getsə daha yaxşıdır. Çünki qərarsız qalıram. Qorxuram ki alaram, sonra mama deyəcək ki bu nədir, get qaytar və s. Satıcıları da qınamıram. Onların işidir. Yəqin ki rəhbərlik onlardan tələb eləyir ki, müştəri gələn kimi yaxınlaşın, soruşun nə lazımdır, nə köməklik eləyə bilərəm. Amma adətən bu mənim əsəbimə toxunur və sanki məni məcbur eləyir mütləq nəsə almağa. Özüm narahat hiss edirəm ki, insan mənim dalınca gəzir 10 dəqiqədir. Mən nəsə alım ki, ona da bir xeyir düşsün. Amma mağazalar hansında ki, heç kim sənə yaxınlaşmır. Sırf sən kömək istəyəndə yalnız satış məsləhətçi yaxınlaşır. Orada mən özümü çox komfort hiss edirəm. Ya da ki, nəsə çəkirsən, göstərməyi istəyirsən. Lap bloger deyiləm, tutaq ki, şəklini çəkməyi istəyirəm və mamaya atmaq, ya da ki, podruqama atmaq istəyirəm. Sırası başlayırlar. Bizdə çəkiliş olmaz xanım. Olmaz bizdə çəkiliş. Mən səni çəkmirəm, sənin evində çəkmirəm. Ona görə belə mağazalara heç axır zamanlar girmirəm daşı. Bilirəm ki, nə tip mağazadır. Heç axot yoxdur girməyə. Necə də gözəl hava var bugün qızlar, dəhşət. Heyf ki videodan siz bunu hiss edə bilmirsiniz. Kəşki siz də burada hamınız yanında oturmuş olardınız bu gözəl havada. Nə dərəcədə mükəmməl məni eşidirsinizsə, Rossmanndan deməli Mişanın bu maskaları aldım. Ümumiyyətlə Mişa bir brend kimi çox sevirəm. Temuda da var, bəlkə bu maskalar da var, amma buraya girmişdim, dedim alım. Biri limonludur, ikisi isə deyəsən kakoslu. Bəyənsəm yenə alacağım. Hələ ki 3 dənəsini götürdüm. Ümumiyyətlə son zamanlar maskalara qarşı xüsusi bir sevdam var. Ev üçün də bəzi şeylər almalıyam. Ona görə gəlin Yuskada girək. Bunlara hamısına ehtiyacım var. Yalnız olmayan bağ evidir. Hara qoyacağım mən bunları. Amma çox qəşəngdir. 1500 manata belə bir set. Bizim rayondakı evimizə çatmayan elə bu yelənçi. Nə deyirlər ona? 600 manatdır. Əslində mənim yumru balkona belə bir yumru stol qoymaq olar, 2 dənə də stol. Prosta məndə problem ondan ibarətdir ki, qonşular mənim balkonumu görürlər. Oranı əvvəl bağlamaq lazımdır, sonra belə bir şey almaq olar. Çay içmək, açıq havada. Bunlar suni güllərdir, amma çox təbii görsənir. 20 manata indirimdədir. Məncə çox qəşəngdir. Mukbang üçün maraqlı qabların axtarışındayım. 7.24. Belə 9 manatadır. 8.90-a. Mebelləri çox da keyfiyyətli deyil, amma xırda-xuruş şeylər məncə almaq olar. Misal üçün bu stolun qiyməti çox münasib idi, amma keyfiyyəti də wow deyil idi. Hal-hazırda ev ətirləri burada indirimdə idi və gözəl fürsət ki, hərəsinin testeri var idi. Get-gedə evin içində qoxuya öyrəşirik, amma birdən evə daxil olanda elə gözəl qoxusu gəlir ki. İlk görünüşdə buna plasmas kimi görsənir, amma əslində şüşəymiş. Əlimə götürəndən sonra gördüm ki, şüşədir. Qiymətləri isə budur. Vanna otağı üçün. Qara hissəsi isə dəmirdir. Qızlar, bu pastellərdən alan olub, yuyandan sonra necə olur, yaxşıdır ya pis, keyfiyyəti mütləq rey bölməsində yazın, çox maraqlıdır. Çünki rəngləri əsl mən istədiyi nude rənglərdir, götürməyi istəyirəm, amma bu dəfə götürmədim. Bu da maraqlı görsənir. İnşallah nə vaxtsa bacınızın qəşəng bağ evi olar və belə bir kreslo alacaq. Burada oturub isə sizin üçün video montaj edəcəm. Hələ ki yoxdur, ona görə keçirik. Və yanındakı mağazaya girdim. Apple Watch özüm üçün almaq istəyirəm. Sadəcə model olaraq tərəddüd edirəm, hansını götürüm. Gəldim qızlar evə. Biraz çay içim, sizi zaryatkaya qoyum və göstərəcəm nələr almışam. Çox şey almışam, gücünə daşdım evə qədər.
İndi gəlin qızlar, ən əsas sizə aldıqlarımı göstərim. Qiyməti gördüm, şoka düşdüm. Bəlkə də mən çoxdandan almıram, amma bu 8 manat idi. Bu boydası. Məncə çox bahadır. Bunları isə sırf rayondakı evimiz üçündür. Elə gözəl parıldayır. Çox xoşuma gəldi. Birinin içinə pesok, birinin varenье, birinin konfet. Hem bayırdaki stolun üzerine koymak için hem de ki içerideki evinin. Sırası 4 tane götürdüm ki birden sınsa əlavə zapasda olsun. Çünkü adeten az alırıq, sonra olur taykeş. Bence çok güzeldi. Şişesi de çok keyfiyyətlidir. Hətta videoda da bilinir, parıldayır. Bunları sırf yuxarı qaldırdım sizə daha ətraflı göstərmək üçün. Amma belə maşına qoyacağım. Çünki uzaqbaşı 3-4 günə qaydırıq rayona. Və bu ikisini də qızlar güclə gətirdim. Bu paltarı sərmək üçün belə bir veşalkadır. Çox güman ki mənim balkonuna gedəcək. Sadəcə o balkonu silmək lazımdır. Və belə bir tazik aldım. Paltar yandan çıxardarkən paltarları bunun içine koymaq üçün ağ rəngdə götürdüm. Qiyməti deyəsən 10 manat idi. Bu fəndə istifadədən sonra hələ buradadır. Bilirəm ki, onsuz da reylərdə soruşacaqsınız. Ona görə ətraflı sizə məlumat verim. 5 il bundan əvvəl elə bil ki, evlər 2 qat daha ucuz idi. Daşınmaz əmlak son zamanlar həddindən artıq çox bahalaşıb və məncə qalxmağa yalnız davam edəcək. Bundan əvvəl çox gözəl şərtlərlə və ucuz qiymətə xırdalandan ev ala bilərdiniz. Mənzil alan iş yoldaşımın aylıq ödənişi cəmi 600 manat idi. Maaşı isə 850 idi, amma valideynlərlə yaşadığına görə onların köməyi ilə bir cürə verirdi. Bu 5 il ərzində yavaş-yavaş evin pulunu ödəyərək axırda isə 2 qat baha satdı evi. Ona görə qızlar, əgər ev arzusundasınızsa, ailəniz, uşağınız, əlavə rasxodunuz yoxdursa, mütləq pul yığmağa başlayın. Xüsusi bu səbəb üçün sizə məsləhət görərdim ki, kart açasınız və artıq pulunuzu hər zaman karta atasınız ki, gözünüz görməsin. Və təsəvvür edin ki, kreditli kiməsə borclusuz və pulun neyi olsa yığmalısınız. Üstündən əsla götürməyə olmaz. Məni realda tanımadığı insanlar nədənsə düşünürlər ki, bu qız heç vaxt pul yığa bilməz. Amma elə deyil, mən maaşımın hər zaman 30%-i qırağa atıram, o biri 70%-nə isə yaşayıram. Məncə biraz böyüyünü götürdüm. Bundan balacasını götürsəydim daha yaxşı olardı. Çünki demək olar ki, balkonun 40%-i uca bununla zannet oldum. Amma evi yoxdur. Çox şey sığışar burada. Maraqlısı odur ki, mağazada balacalarda var idi və satış məsləhətçi məsləhət görürdü ki, balacanı götür. Həmin məqam bağlı vəziyyətində gözümə çox balaca görsəndilər onlar. Da eybi yoxdur, deməli qismət beləymiş. Mağazaları gəzərkən hələ qardaşım üçün də nəsə almaq istirdim, çünki bugün ad günüdür. Ətirlərdə tərəddüd elirdim, 125 manata Trussardi var idi. Amma ətir də elədi ki, bəyənə də bilər, bəyənməyə də bilər. Çətindir tutuzdurmaq. Düşündüm ki, nə ala bilərəm. Axırda fikirləşdim ki, elə ən yaxşısı pul hədiyyə eləyim. Yaxşısı elə özü seçib kefi nə istirsə onu alsın. Asılqanda isə yer boldur. Bir neçə qış pijamasını yudum, ifso qırağa qoyacağım da giyməyəcəm. Sumkam isə getirdiyindən sonra elə buradadır. Əvvəl-əvvəlinə xoşuma gəlməmişdi. Bu sumkanın üzərində biraz əziklər var idi. Sonra paltarla doldurdum və bir günlük saxladım. Ondan sonra düzəldi. Görürsünüz, bir dənə belə əziyi yoxdur. Çox gözəldir bu. O kadar da balaca değil, amma dokumentlərim yenə də yerləşmədi. Biraz çıxır və zamoku burada yoxdur. Baxın, hər şey yerləşir. Bunlar heç, bunları mən sizə parkda da göstərdim. Mişanın 3 dənə maskası almışam. Bunları yerinə qoymaq istəyirdim. Yenə bu bardaka gördüm. Birazdan ad günə gedirik. Çalışacağım, tez yer və yer eləyim. Bunları əlimin altında misal üçün yeymirəm. Buradan götürməyə lazımdır. Burada yalnız biri istifadə edib qalanı zapasa qoyacağam. Ad gün deyəndə əslində heç qeyd eləmirlər. İstirahətdə rayona getmişdilər, amma qayıdarkən fikirləşdim ki, heç olmasa bir yüngülvari gedib çay içib təbrik edeyim. Pərvanə dedi ki, onsuz da gəlirsinizsə day nəsə hazırlayım, oturaq. Dolabda isə yüngülvari paryadak eləyirəm. Tam eləməyə vaxt yoxdur bugün, çox təəssüf. Bura əlimin altıdır və bəzi məhsullar burada lazım deyil. Onları sırası göndərirəm dəhlizə zapasa. Birdən yadıma düşdü ki, mənim belə bir gözəl jiletkam var. Havalar bugün sabah isinəcək, bunu heç geyinə bilməyəcəm. Bugünkü look nə bilmirəm nə dərəcədə mükəmməl görsənəcəksə.
Amma nə fərqi var? Onsuz da bu podyezddən çıxıram, o podyezdə girirəm. Yəni ki, uzun bir məsafə deyil, çox yaxın qalırıq bir həyətdən. Mama, этот şişe сделать. Ну, şişe нужно некоторые. Burada təzə belə polkalar var. Üstünü bağlamaq istəyirəm. Mən düşünürəm ki, belə də çox maraqlıdır. Bu tərəf Albinoçkanındır. Bunun kitabları, yenə kitablar, yenə. Baxın, bundan almaq istəyirəm mən telefonu tutmaq üçün. Bu saatdan uca almışam, gördüm, onda xoşuma gəldi. Belə. Yeniliklərlə bölüşürəm. Burada isə ki boşdur, amma gözəldir. Ən sevdiyim yeməklərdən biri qızardılmış kartoşka ya da ki kartoşka duxovkada və toyuqla birlikdə. Çox da qeyd eləmirik, prosta öz aramızda oturub çörək yeyəcəyik. Bu nə qədər iqruşkadır. Yalnız bir oğlan üçün nə qədər olar. Belə başa düşdüm ki, sən mənim vloqlarımı istəmirsən, amma yenə də səni ürəkdən ad günü münasibətilə təbrik edirəm. Yaxşı ki varsan. Ölənə kimi həmişə biz belə mehriban olaq. Bu günə qədər necə olubsan, can deyib can eşidək. Çünki əsas mehribançılıqdır və can sağlığı. Qalan şeylər o qədər boşdur ki. Biz oturmuşuq qızlar, söhbət edirik və mən Cəbrələ deyirəm ki, nə yaxşı deyirəm, hər mənim postumu sən like edirsən Instagramda. Sonra isə Albina mənə deyir ki, o səhifəni heç özü girmir, işlətmir, marketinq səni like edir. Dedim ki, vay, mən də elə bildim ki, bu məni like edir də. Хорошо, позвоню. Не он лайкает, ты Лейла лайкает. Оказывается, не ты меня лайкаешь, а Лейла меня лайкает, я не поняла. Ну какая разница, кто тебя лайкает? Я же говорю. Тебе все равно приятно. Нет, я хочу. Это Лейла и его это одна группа. Mən ümumiyyətlə burada köməkli eləyəndə çalışıram ki, elə eləyim ki, bütöv ölkə bilsin ki, Ayqa burada qab yudum. Nə kömək eləyirəmsə, hamısını çəkirəm və vloqa əlavə edirəm. Baxın, belə. Bu arada qızlar, çalışacağım. Çoxlu sizin üçün təzə vloq, təzə kontentlər paylaşım, çəkim və s. Siz isə abunə olmağı unutmayın. Çox istəyirəm ki, 180 min olaq. Sizin üçün qızlar, bu sadəcə bir barmaq toxunuşudur, amma mənim üçün çox önəmli bir məqam. Ona görə abunə olun mütləq. Instagramda sizdən soruşdum ki, nə tip kontent istəyirsiniz ki, mənim kanalımda olsun. Belə başa düşdüm ki, hərəsi bir şey istəyir. Amma 30% səs verdi ki, mağazaları gəzərək kontent çək, bu çox maraqlıdır. Sizə qızlar, mən evdəyəm. Təzə geyis elə xoşuma gəlir. Ümumiyyətlə geyisini dəyişəndə, təzəsini taxanda sanki təzə telefon almışam özümə. Sevinc o qədərdir. Vallahi deyirəm, o qədər öyrəşmişəm ki, bağlamaları yalnız sizinlə birlikdə açıram. Bu bağlama bir həftədir ki, gəlib, tam açıb baxa bilmirəm siz olmadan. O qədər bu çantanı səbətə əlavə edib sonra silmişəm ki. Bacılar, temunu hələ də yükləməmsinizsə, bunu mütləq mənim linkdən eləyin. Belə olduğu halda düz 150 manatlıq paket kupon əldə eləmiş olacaqsınız. Link isə videonun altındadır. Amma gördüyünüz kimi qayışı da gözəl keyfiyyətlidir. Tam qızlar şəkildəki kimi 100% bəyəndim. Sadəcə bir şey mənə çatmadı. Burada komplektdə belə bir aksesuar da var. Amma buradakı furnitura hamısı qızıl rəngdədir. Amma bu aksesuar gümüş rəngdə. Niyə görə belə? Çantanın içində telefon ən əsas yerləşir. Əlimdə belə götürüm, tam sayzını görə biləsiniz. Əksər mənim çantalarım çox balacadır deyə son zamanlar biraz böyükləri götürürəm ki, heç olmasa dokument işində alınca gedəndə ya da ki, ştativ özümlə götürmək lazım olduğu məqam çantam olsun. Forması tam olaraq düzəlsin deyə şey şuyuna dolduracağım və bir gecəlik qalacaq məndə. Sonra ideal qalacaq. Növbətim. Temu'da rəsmi Casio'nun səhifəsi olduğunu bilirdinizmi? Saat sifariş elədim özümə. Düzdür, ən sadə kolleksiyasından, amma yenə də. Ümumiyyətlə sifariş eləmək daha münasib başa gəlir, nəinki buradan almaq. Baxın qızlar, içində batareykası da var, işlək vəziyyətində sırazu gəlib. Bu razmeri boş söhbətdir, bunu balacalaşdırmaq olar. Qiyməti isə 67 manat idi. Amma eyni bu model bizdə deyəsən 120 idi deyəsən. Səhv eləmirəmsə, rozovu siferblatına götürdüm. Məncə çox gözəldir.
Təbii ki, Apple Watch-un öz yeri var, amma belə mexanik saatlarda kolleksiyada olmalıdır. Qiymətləri müqayisə elədim sifariş eləməkdən əvvəl. Trendyolda da pis deyil qiymətlər, amma ən ucuz Temuda olduğuna görə oradan sifariş elədim. Tam originalda əmin olub sifariş eləyə bilərsiniz. Elə bunun içində saxlayacağam. Növbəti məhsul. Səbrim çatmadı, açığı bunu açmışdım və baxmışdım. Amma siz olmadan yerbəyer eləyə bilirəm. O ki, adətdir bizdə. Nəsə sifariş eləyəndə mütləq sizinlə bölüşməliyəm. Bunu hətta sifariş eləyərkən sizinlə Instagramda məsləhətləşmişdim və hamı deyirdi, wow, necə də qəşəngdir, linki ver. Məncə çox gözəldir. Bağlamanı tam olaraq açıb qutarım, sonra gedim özüm üçün çay hazırlayım. Prosta qızlar, bir məqam var ki, rəfiqəm mənə dedi ki, fərq eləmir, hardan sifariş eləyirsənsə, sırf belə tipli stəkanlar çox tez buradan xarab olur və buradan su keçirdir. Baxa görə mənimki necə olacaqsam. Nə qədər alsam da kosmetikadan gözüm doymur. Ucu dırnağımla körladım. Rənginə baxdım, gördüm ki, mənə tündür. Bunu çox güman ki, cin kimi istifadə edəcəm. Gözəl parıltısı var. Hər şey möhtəşəmdir, amma rəng olaraq düzgün seçim eləmədim təəssüf ki. Amma cin kimi istifadə edə bilərəm. Bəlkə də 70 yaşım olsa da kosmetikaya sevgim sonsuzdur. Misli'nin Cosmo Glow Highlighter paleti. Baxın, burada rənglər də var. Soyuq tonlu highlighterları mən çox sevirəm. Karton upakovkalı kosmetik vasitələri bacınız çox sevir. Duochrom highlighterlar. Baxın, əlimdə belə swatch kimi göstərim sizə. Təəssüf ki, videoda tam bilinmir necə gözəl parıldayır. Azərbaycanca bilmirəm, amma rusca buna duochrom highlighterlar deyirlər. Çox gözəldir, hamısını sevərək işlədəcəm. Bu arada bunun qiyməti mən alanda 15 manat idi. İndi bilmirəm. Deyəsən endirimə düşüb, diqqətli olun. Case dedikdə belə bir case sifariş eləmişəm öz şəklimlə. Любой telefon üçün və istədiyiniz şəkili əlavə eləyə bilərsiniz. Amma ilk sifarişinizdə mütləq mənim promokodu istifadə edin. Hal-hazırda onu öz ekranınızda görə bilərsiniz. Əlavə olaraq endirimlərin üstünə hamısına 30% endirim gəlir. Amma bu promokod Temunu yükləyəndən sonra yalnız 24 saat ərzində keçərlidir. Ona görə diqqətli olun. Mən boz rəngini götürdüm, case çox bəyəndim. Bu qədər bijuteriya cəmi 10 manata idi. Məncə demək olar ki, havaydı. Bunu isə özüm üçün sifariş eləməmişəm, hədiyyə eləyəcəm. Yadınıza gəlirsə, rayona gedəndə biz qonaq getmişdi bir ailəyə. Onların qızı mənim izləyicimdir və bunları istədi. Dedi ki, mən sənə pul atacağam. Dedim ki, lazım deyil. Prosta hədiyyə kimi sənin üçün sifariş eləyəcəm. Bu belə sırğalardı. Bunlar da 2 set fərqli sırğalar. Açığı mən düşünmürəm ki, bunlar çox keyfiyyətli olar. Amma hər 2 gündən birini taxıb sonra tullamaq olar. Və bu ikisi də hədiyyədir, özü seçib. Deyəsən, rəfiqələr üçün qolbaqlardır. Və ən sonunda, deyəsən, başqa heç nə yoxdur. Bu şampundur. Başını yuyarkən istifadə edirsiniz. Bilmirəm, indi yaxşı olacaq ya pis. Rəng olaraq bu rəngini götürdüm. Deyəsən, şəkildə daha tünd idi rəngim. Prosta rəng olaraq biraz şokdayam. Çünki mən daha tünd rəng götürmüşdüm. Burada komplektdə əlcəklər də var. Bu pijamanı giymişəm və sizcə nəyə baxıram? Mr. Beast'in şousuna.
Çox maraqlıdır. Ümumiyyətlə YouTube-da ən çox izləyicisi olan kanal elə Mr. Beast-dir. Onun bir videoları izləyirəm. Dəhşət maraqlı çəkilişdir. Və sizinlə sağollaşmaq məcburiyyətində qalıram. Çox sağ olun ki, bu videonu axıra qədər izlədiniz. Mənə abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. Bakalım.